Sosial transformasiyada gender bərabərliyin təşviqində qadınların rolunu vurğulamaq üçün Dünyanı dəyişən qadınlar, gender bərabərliyi və gücləndirmə adlı podkastımızın növbəti Azərbaycan dilində olan buraxılışında sizləri salamlamaqdan məmnunluq duyuruq. Qeyd etmək istərdik ki, bu təşəbbüs, bu layihə Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero'nun sayəsində ərsəyə gəlmişdir və Meksikanın feminist xarici siyasətinin bir hissəsi olub. Müxtəlif sahələrdə qadınların üzləşdiyi qadın problemləri, nailiyyətləri, təcrübələri haqqında zəngin dialoq yaratmaq məqsədi daşıyır. Bu gün isə biz incəsənət, bu sahənin özün birgə gətirdiyi çətinliklər, inklüzivlik və mədəniyyətlər arasında dialoq mövzusuna toxunacağıq. Biz bilirik ki, ta əzəldən bəri qadınların incəsənətdə böyük rolu olmuşdur, lakin nailiyyət əldə etmək, bunu üzə çıxarmaq elə də asan olmamışdır. Və bu yolda qadınlar xüsusilə həssas qrupa aid olan şəxslər, qadınlar haqqında danışacağıq, onların keçdiyi sınaqlardan və bu günümüzə qədər olan yoldan danışacağıq. Mədəniyyətdə, daha dəqiq desək, rəssamlıqda qadınların rolu, həssas qrup, yəni fiziki əlilliyi olan sənətçi rəssam qadınlar haqqında və Frida Kahlo, yəni Meksikanın görkəmli, dünyada tanınan rəssamı çətinliklərə sinə gərən, öz dözümlülüyü ilə ağrısını, acısına sinə gərərək əsərlərində bunları təzahür edən və dünyada, yenə də qeyd etdiyim kimi tanınan rəssamın həyatına da toxunacaq və bu xüsusi qonaqlarımız sayəsində olacaq. Bugün buraxılışımızın qonaqları Azərbaycanın görkəmli rəssamların, tanınmış rəssamlarından olan, özünə məxsus orijinallığı ilə seçilən, yaradıcılığı olan Anar bəy Hüseynzadədir. Xoş gəlmisiniz Anar bəy. Bundan əlavə isə növbəti qonağımız Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin istedadlı rəssamı, təlimçisi, fiziki əlilliyi olan şəxslərlə mütəmadi məşğul olan, onlara bu incəsənətin, bu növünün gözəlliklərini öyrədən müəllim Aysel xanım Əmirovadır. Qeyd edim ki, eyni zamanda o sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Xoş gəlmisiniz Aysel xanım. Sizi görməkdən də məmnunluq duyuruq. Ümid eləyirik ki, biz bu söhbətdə Meksika və Azərbaycan mədəniyyətlərinin arası bir körpü rolunu inşa edə biləcəyik. Bu söhbət körpü rolunu oynayacaq. Frida Kahlo və onun simasında öz kimliyini, ağrısını və gözəlliyini sənətə həsr edən qadınlardan bəhs eləyərək sənətin bərabərlik, müxtəliflik və inklüzivlik kimi ümumbəşəri dəyərlərini necə birləşdirdiyini açıqlayacağıq. İndi isə başlayaq. Mən istəyirəm əvvəl suallarımızı hər iki qonağımıza ümumi ünvanlayacağam. Məsələn, Aysel xanımdan başlayıb Anar bəylə də davam edə bilərik. Daha sonra isə hər birinizə ayrı-ayrılıqda xüsusi suallarım olacaq. Başlayaq Anar bəy sizinlə. Mən bilmək istərdim. Bugün qadınların incəsənətdə rolu necədir? Bu barədə nə düşünürsünüz? Bu həm Meksika, Azərbaycan, ümumiyyətlə dünyada qadınların incəsənətdəki rolu barədə biraz sizin fikirlərinizi öyrənmək istərdik. Çox sağ olun. Birincisi minnətdaram dəvətə görə. Ümumiyyətlə bu mövzudan danışmaq çox çətindir. Çünki qadınların xətrinə də toxuna bilərik, xətlərinə dəyə bilərik. Çünki ümumiyyətlə rəssamlıq sahəsi də bir sahədir ki, həqiqətən çox zəhmət, çox qüvvə tələb edən bir sahədir. Qadınlar üçün bəzən bu çətin olur. Ona görə Azərbaycan rəssam qadınları, ümumiyyətlə dünya qadınları, rəssam qadınlarına böyük bir alqış düşür ki, kişilərlə yanbayan bu çətin yolda addımlaya bilirlər. Çünki qadının ana deyilən bir yükü var, hansı ki biz kişilərdə o bir əziyyət yoxdur, öyle bir problem yoxdur. Ailə problemləri, övladı böyütmək, məişət problemləri və bununla yanaşı yaradıcılığa vaxt ayırmaq. Məsələn, mən düşünürəm ki, günümün demək olar ki, 90%-ni yaradıcılığa sərf edirəm də. Yəni ki, və onu tam aliyə sərf eləsəm, yarısını sərf eləsəm, mən bu qədər yaradıcılıqda nailiyyətləri əldə eləyə bilməzdim. Ona görə, məsələn, Aysel xanım da rəssamdır, alqışlayıram. Yəni, Azərbaycan sənətində belə nümunələr var. Mağa Rəhmanzadə, Vəsiqə Səmədova, məsələn, Frida Kahlo Meksikan rəssamıdır. Çətin ağır yolu, yəqin bu barədə danışacaq.
Yəni mən ancaq alqışlaya bilərəm onu. Çox dəyərli fikirləriniz var. Aysel xanım, elə siz də elə bunun davamını gətirə bilərsiniz. Siz necə düşünürsüz bu barədə? Mən deyərdim ki, ilk öncə qadın rəssamlarımız da çoxdur. İstər bizim Azərbaycanda, istər dünyada. Nədənsə yaradıcılıq deyəndə qadın obrazı birinci gəlir göz önünə. Çünki qadın bir yaradıcıdır, qadın bir anadır, qadın bir başlanğıcdır, qadın bir ilham mənbəyidir. Həm yaradıcı insanlara, rəssamlara, şairlərə, həm ailə baxımından, yəni qadın böyük bir qüvvədir və yaradıcı xanıma gəldikdə isə təbii ki, mən də Anar müəllimin sözlərinə qatılıram. Biz iki yerə bölünməliyik. Bir ailədə olan o analıq vəzifəmizi, analıq rolunu və yaradıcı sahəmizdədir. Amma hər hansı biri, yəni zəifləsəmi deyim, ya az olsa, ya birindən çox olsa, biraz o başqa cür nəticələr göstərir. Hər ikisini bərabər saxlamaq da o özü də bir güc tələb eləyir. Məncə də balans çox önəmlidir. Mən öz adıma rəssam olmayaraq deyə bilərəm ki, ümumiyyətlə qadınların yaradıcılıq və yaxud qeyri-yaradıcılıq olsa da iş və ailəni balanslaşdırılması həqiqətən də təqdirə layiqdir. Yəni bir qadın kimi biz bunları bilirik. Anar bəy də çox sağ olun ki, bunu qiymətləndirirsiniz. Təşəkkür edirik. İkinci sualım isə daha çox indi təbii ki, Aysel xanımın sahəsidir. Lakin sizin də müşahidələriniz mənim üçün vacibdir ki, sənətdə inklüzivlik, fiziki əlilliyi. Aysel xanım, yaxşı olar ki, siz bizə bunu açasınız. Fiziki əlillik deyəndə biz yəni məhdudluq, həssas qrupa məxsus olan şəxsləri düzgün adlandırmaq istərdik. Yəni bu kimi şəxslərin incəsənət sahəsində hansı yerdə durur? Onlar siz geridə qalırlarmı, yoxsa dövr artıq onları irəliləmək üçün şərait yaradırmı? Bunun üçün cəmiyyətdə necə qarşılanır? Sizin fikirləriniz bu barədə mənim üçün maraqlıdır ki, insanların onlara münasibəti necədir, onların əsərlərində fərqliliklər necə təzahür edir. Anar bəylə qısa başlayaq, daha geniş izahını Aysel xanım verir. Mən düşünürəm ki, Aysel xanım bu barədə geniş danışa bilər. Mən sadəcə kənardan insani istirabları müşahidə edə bilmirəm. Sadəcə yaradıcılıqda bunun təzahürünü görürəm. Sözsüz ki, mənim üçün ümumiyyətlə inklüzivlik hər bir rəssamda odur ki, rəssam gərək səmimi olsun. Ümumiyyətlə yaradıcı insan əgər özünü, öz fikirlərini çəkirsə, o daha inandırıcı olur və daha təsirli olur. Heç bir təsirə düşmədən, heç nəyi təqlid etmədən, kimlərisə və nələrisə təqlid etmədən səmimi işləyən rəssamlar xüsusən seçilirlər. Məsələn, Frida Kahlo da necədir? Demək olar ki, bu insan ancaq öz istirablarını, öz yaşantılarını çəkib, başqa mövzudan çıxmayıb. Yəni ümumiyyətlə o dövrdə Meksikada siyasi mövzular daha qabarıq idi. Amma Frida sanki o cəryana qoşulmadı. Özünü önə çəkdi, qadın obrazını özünə çəkdi, qadının istirablarını önə çəkdi. Mən həqiqətən yəni ki, dostlardan, tanışlardan da və belə sadəcə sözsüz ki, çətindir. O istirabları bəzən heç kim açmayacaq yaşantılarını, amma yaradıcılıqda o müşahidə eləmək olur. Çox təşəkkür edirəm, dəyərlidir fikirləriniz. Fərqlidir hər zamanki kimi. Aysel xanım, amma siz bizə bununla bağlı bir təlimçi kimi benefisiarlarla Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində işləyən artıq bu sahənin mütəxəssisi kimi həm bunu bizə açıqlaya bilərsiniz, həm bəlkə bizə bizim bilmədiyimiz tərəfləri aydınlaşdıra bilərsiniz. Mən ümumiyyətlə demək istəyərdim ki, çətinlik və məhdudiyyət insanın beynindən başlayır. Fiziki ola bilər, görünə bilər, amma bir insanın əgər şüuru, düşüncəsi, ürəyində olan o hissləri səmimidirsə və onlar sağlamdırsa, insan hər şey eləməyə qadirdir. Yəni, təbii ki, mən Dost İnklüziv Mərkəzində yaranan açılışından orada təlimçi kimi fəaliyyət göstərirəm və bizim bu 3 il ərzində müxtəlif məhdudiyyətli fiziki, əqli benefisiarlarımız oldu və gəlirlər. Hal-hazırda da biz məşğul oluruq və özüm də bu sahədə bir 18 ildən çox təcrübəsi olan bir təlimçi, pedaqoq kimi, rəssam olaraq demək istərdim ki, bu illər ərzində təcrübəm də onu göstərdi ki, psixoloji insan daha güclü olmalıdır. Məhdudiyyətlər var,
O istər normal tipik insanda da var, fiziki əlilliyi olan insanda da var məhdudiyyətlər. Yəni biz insanıq, bizim psixologiyamız var, biz əhval-ruhiyyə insanlarıyıq. Yəni Bu da birbaşa hər şey sənətə də təsir eləyir. edir. Təbii, təbii. Bu mümkünsüzdür. Fiziki məhdudiyyətə isə gəldikdə, bəli, görünən bir hansısa çətinlik ola bilər, fərqlilik ola bilər. Amma bu yaradıcılıqda mən gördüyüm qədər özünü göstərmir. Yəni insan istəsə, insan çalışsa, zəhmət çəksə, təbii ki, bizdə orada daha çox işlər gedir bu sahədə. Həm psixoloji baxımından, həm təcrübə baxımından biz dərslərimizi, təlimlərimizi proqram üzərindən keçirik. Onlarda böyük bir həvəs yaranır və o mərkəzimizə gələn hər bir benefisiar ora gəldiyindən və müəyyən bir dövrdən sonra tamam fərqli bir fərd olaraq, insan olaraq cəmiyyətə qatılır. Və o da çox alqışlayacaq haldır ki, bir-birlərini görürlər, yaradıcı mühitə düşürlər. Ümumiyyətlə, rəssam olaraq yaradıcı mühitdə olmaq o böyük bir şeydir. Sənətin demək olar yarısıdır. Bizim müəllimimiz həmişə, Allah rəhmət eləsin, həmişə deyirdi Oqtay müəllim ki, sən bir qələmi, karandaşı götür əlvə, ondan sonra başda nəsə ilham gələcək. Həqiqətən də elədir. Yəni o biz özümüzü o mühitə salmalıyıq. O mühitə saldıqca da... Amma mən məsələn düşünərdim ki, sadə bir, yəni yaradıcılıqdan məşğul olmayan bir insan ki, mən elə gəlir ki, məsələn yaradıcı insanlara birdən ilham gəlir və onlar o anda. Amma mən belə başa düşürəm sizin fikirlərinizdə ki, daima iş mühitində olmalısan, daima axtarışda olmalısan və ilham da elə onun elə yaradıcılığın özündədir. Yəni ki, mühitin özündədir. Həqiqətən mənə elə gəlir ki, bu təkcə yaradıcılıq sahəsində deyil, ümumiyyətlə bütün işlərdə başlamaq əsasdır. Çünki birinci başlamalısan ki, o işin ardını gətirəsən. Ayşə xanım, sizin bu dəyərli fikirlərinizə, maraqlı yanaşmalarınızı qayıdacağıq. O xüsusilə də sizin o təcrübənizdən baxlı. Amma qayıdaq Anar bəyin qeyd eləyib Frida Kahlo'dan ki, Frida Kahlo öz istirablarını təsvir etmişdi. Mən bununla danışıb daha sonra digər mövzulara keçmək istəyirəm. Çünki sizin də qeyd etdiyiniz kimi, hər kəsin bildiyi kimi məşhur rəssam Meksikalı Frida Kahlo adıyla dünyaya səs salan, öz həyatının çətinliklərinə baxmayaraq vaz keçməyən, yəni rəssamlıq sahəsinə deyil təkcə, eləcə də dünyada bir çox qadına, insana, fiziki məhdudiyyətləri olan şəxslərə ilham mənbəyi olan bir şəxs kimi tanınır. O ki, yəni əgər belə olmasaydı, mən düşünürəm ki, bu qədər, bu illərə qədər danışılmazdı və nəyə görə bugün də feminizmliyin, çətinliyin, dözümlüyün güclü simvolu olaraq qalır? Məncə biz artıq bunu dedik ki, nəyə görə elədir? Ayşə xanım, Anar bəy, sizcə də, siz də bu fikirlərlə razısınızmı ki, o həqiqətən də bunun simvoludur, güclülüyün, dözümlülüyün, əzmkarlığın, sizin hər ikinizin fikrini bilib, daha sonra digər tərəfdən yanaşmaq istərdim. Ümumiyyətlə, tam səmimi deyək, rəssamların hekayəsinin arxasında həmişə bir mif dayanır. Hansı rəssam ki, daha populyardır, daha tanınır, sözsüz ki, onu sevənlər onu bütləşdirir. Yəni o qədər ondan xatirələr danışılır, həyatının çətinliyindən. Sözsüz ki, belə olub, amma biraz onda belə mif yaranmaq məsələsi də var. Niyə görə Frida Kahlo belə necə deyək, məşhurdur? Çünki insanlar həmişə qəhrəman axtarırlar. Bir obraz olmalıdır, nümunə olmalıdır. Yəni qadın rəssam kimi qadınlar üçün Frida obrazından gözəl obraz ola bilməz. Çünki dayanıqlılıq, dözümlülük, yəni şəxsi həyatında problemlərlə üzləşib, fiziki tərəfdən ömrü boyu problemlərlə üzləşib və bunlara sinə gəlib. Və bayaq dediyim kimi, bu da qəhrəman olmaq üçün məncə az faktor deyil. Yəni insanlara təsir eləmək üçün bu birinci faktordur. İkinci faktor da onun səmimi rəssam olmağı ki, bunları, məsələn, tutaq ki, Frida Kahlo belə bir həyat yaşayıb, mənzərə rəssamı kimi tanınsaydı, bu qədər məşhur olmayacaqdı. Ümumiyyətlə, insanlar hekayə xoşlayırlar. Biz, məsələn, romanlarda oxuyanda, kitabları oxuyanda hansısa bir qəhrəmanın həyatını oxuyuruq. Amma... İnsanlara arxa tərəf, pərdədə... Bəli, bizə o toxunur da. Yəni, bizə tarixçələr toxunur. Frida'nın da yaradıcılığı başdan ayağa öz həyatının tarixçəsidir. Ayşə xanım, siz də belə düşünürsünüz? Mən qatılıram Anar bəyin fikrinə. Çünki orada biz onun portretini görürük və o daha çox öz istirablarını, öz
öz çətinliklərini, hiss elədiyi bir problemləri çəkib və o əsərlərindən də insanların ürəyinə yol tapıb. Çünki orada səmimiyyət var. O özü ilə ideallaşdırıb o obrazını və dünyaya da səs salıb bununla. Həm də bayaqlar Əsəd xanım dedi, rəssamda vacib olan bir şey də var ki, o mühitə düşmə məsələsidir. Birinci növbədə Frida Kahlo Rivera, Diego Rivera ilə həyat yoldaşı olub və neçə dəfə Amerika səfərləri olub. Fridanın New Yorkda sərgiləri olub. Amerikada hər halda həmin illərdən ta bizim dövrə qədər belə deyək, incəsənətin mərkəzidir. Nə vaxtsa Paris idi, Fransa idi, indi New Yorkdur və bu sərgiləri, sonra onun Fransada da sərgi olsa olub, kiçik bir sərgisi olub. Yəni artıq həyatda ikən dünyada tanınan bir rəssam idi. Düzdür. Yəni təkcə hekayələr deyil. Elə danışmışkən mən qeyd etmək istərdim ki, hal-hazırda bizim çəkiliş apardığımız studiyamızdadır. Lakin Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin rəhbərliyi tərəfindən xanım səfirə səfirliyimizə hədiyyə olunan Dostdakı benefisiarların əl işidir. Frida Kahlo'nun təsviri yer alır və bunu həssas qrupa aid olan benefisiarlar hazırlayıb. Həqiqətən də bu da onun göstəricisidir ki, hələ də Frida ilham mənbəyidir. Həm benefisiarlara, həm rəssamlara, həm də gündəlik həyatda hər bir qadına, hər bir şəxsə hədiyyəyə görə də bir daha xanım səfirin adından da təşəkkürümüzü bildiririk. İndi isə mövzumuzu eyni xətt üzrə, lakin xüsusi suallar çərçivəsində istəyirəm danışaq. Danışanda qeyd etmək istərdim ki, Anar bəy, siz çox gözəl tərəflərdən qeyd edirsiniz, səmimiliyi vurğuluyursunuz. Amma tanınmış bir rəssam olaraq mən istərdim artıq Azərbaycanda qadın obrazının incəsənətdə təsvirini necə inkişaf etdiyini keçmişdən bu günə, yəni bəlkə də sizin əsərlərinizdə deyil, ümumi rəssamların əsərlərində qadının təsviri necə qarşılanırdı əvvəllər, indi necədir? Nələr dəyişib? Bu gündəlik həyatın dəyişməyi, təsvirin dəyişməyinə təsir edirmi? Məncə edir. Sizdən fikirlərinizi almaq istərdim. Ümumiyyətlə Azərbaycanda qadın təsviri miniatürlərdən götürmək olar. Miniatür da əslində poeziyanın təcəllisi idi, əksi idi. Poeziyada da qadın gözəllik rəmzi sayılıb. Ümumiyyətlə şəriətdə qadın həmişə dəyərlidir. Yəni qadın artıq doğuluşundan dəyərlidir. Kişi öz dəyərini sübut eləmək üçün nələrsə eləməlidir, hansı bir qəhrəmanlıqlara imza atmalıdır. Qadın isə artıq doğuluşundan dəyərlidir. Və miniatürdə izləmək olar ki, qadın bütləşdirmək səviyyəsində gözəllik çəkiblər. Sonra bizim incəsənətdə, yəni Sovet dönəminə düşür. Qadın daha çox zəhmətkeş, işgüzar və qəhrəman kimi təsvir olunurdu. Və bunu demək olar ki, bu Meksika incəsənəti ilə paralel aparmaq olar. Çünki Meksikada da kommunizm ideyaları çox güclü idi. Və məsələn, Rivera'nın, ya Siqueiras'ın, onlar muralist idilər, monumentalist idilər, freskalar işləyirdilər. Və orada həmişə, yəni belə deyək, inqilabçı qadın, zəhmətkeş qadın obrazı öndə idi. Demək olar ki, Azərbaycanda bu təsvirlər, bu obraz miniatürdən gəlirsə, məsələn, Meksikada Maya freskalarından gəlir. İndiki dövrdə isə gender bərabərliyidir. Belə bir fərq görmürəm sənətdə. Ümumiyyətlə, bu dəqiqə Azərbaycan incəsənətində insan faktoru sanki biraz geriyə çəkilir. Daha çox təsviri... Daha çox, yəni... Mən hərdən düşünürəm ki, indi rəssamların xəttinə dəyməsin, biraz səthi mövzulara toxunur indiki rəssamlıq. Bilirsiniz necədir? Məişət, cəmiyyət təsir edir rəssama mövzularına. Biz müstəqilliyimizi qazanmışıq. Ola bilsin ki, 30 ildir biz müstəqillik, amma bu bir dövlət üçün çox kiçik dönəmdir. Məsələn, biz şükürlər ki, Qarabağı azad eləmişik. Ola bilsin, bundan sonra bizdə böyük bir ideologiya yaranacaq. Ola bilsin, qəhrəmanlıq üzərində biz təzədən fiqurativ işlərə qayıdacaq, yəni insan faktoruna. Hər halda bizdə sözsüz ki, insan üzərinə çəkən rəssamlarımız var, bir neçə uğurlu rəssam var. Amma qayıdıb vurğulayım ki, bu dəqiqə Azərbaycan incəsənətində qadın obrazı aparıcı bir rol oynayır və aparıcı rol oynamağı ilə yanaşı nəyi tərənnüm eləyir? Belə bir
şey hiss eləmirəm. Ola bilsin 10 ildən, 15 ildən sonra sənətşünaslar kənardan baxanda biz bu dövrümüzü düzgün təsvir edə Düşünürəm ki, biləcəyik. sənətin hər bir sahəsində müəyyən dövrdə durğunluq, daha sonra inkişaf və daha sonra yenidən tərənnümün, yəni inkişafı. Yox, bu gözəl dövrdür, axtarış dövrüdür. Hə, bu necə deyirlər, sizin üçün yaxşı bir mühitdir də, Bəli. başda qeyd etdiyiniz kimi. Mənim bir sualım isə Aysə xanım sizədir. Siz çox gözəl vurğuladınız. Təlimçi kimi biraz danışdınız Dost İnklüziv və İnkişaf Yaradıcılıq Mərkəzində. Sadəcə mən bilmək istərdim. Bu təcrübənizdən çıxış eləyərək sənət həssas qrup qadınların, bəs bunu ümumiləşdirib uşaqları da deyə bilərik və yaxud şəxsləri də deyə bilərik ki, həyatında hansı dəyişikliklər yaradır bu müddət ərzində. Onlar gələndə, məsələn, siz axı dediniz, bu psixoloji bir məsələdir. Gələndə necə olurlar, artıq bu məşğul olanda, bitirəndə, ümumiyyətlə biraz məlumat versəniz. Bunu mən daha geniş istərdim sizə qeyd edim ki, məsələn, qadın və yaxud kişi belə ayırmaq istəməzdim. Ümumiyyətlə insan məsələn o cəmiyyətdə, o mərkəzdə görəndə ki, bunu məndən öncə kimlərsə eləyib və bu cür gözəl uğurlu alınıb, o əsərləri görəndə, yaratdıqlarını görəndə və o ona ilham mənbəyinə çevrilir. Bunu özü eləyib, bacarıb təcrübə başlayanda o daha gözəl nəticə verir. Məsələn, bizdə mərkəzimizə gəlirlər. Gələndə təbii ki, biz müəyyən bir bacarıqları olan benefisiarları qəbul edirik. Onlar imtahan verirlər və ondan sonra biz işə başlayanda görürük ki, onların bizə əvvəlki gəlişinə daha sonra dərslər zamanı, təlimlər zamanı çox böyük fərqlər olur. İrəliləyiş olur, daha həvəsli olurlar, daha disiplini və daha çox bitirim, işləyim, demək olar həyat tərzləri dəyişir. Yəni mən bunu xüsusi əlilliyi olan şəxslərə ayırmaq istəməzdim. Bunlar nəsə bir düzəltmək, çəkmək, yaratmaq kimi bir hiss gəlir onlarda. Bu bacarığı onlar özlərində inkişaf etdirir və görür ki, uğurlu alınır. Başlayırlar evdə də bunu işləməyə və daha çox sərgilərdə çıxış eləməyə, sosiallaşmaq başlayır insanda və bu da çox gözəl təsir eləyir. Onlar da kiməsə uğur olurlar, hamı görür, onlar haqqında cəmiyyətdə danışılır. Yəni bizim dəfələrlə sərgilərimiz keçirilir, istər mərkəzimizdə və istər fərdi başqa bir qurumlarda da onlar iştirak edirlər və o işləri bəyəniləndə, əsərləri ilə çıxanda, nümayiş olanda tamam başqa bir özgüvən onlarda yaradır. Bu da çox vacibdir bir insan üçün. İndi biz sosial həssas qruplardan danışırıq. Onların daha çox psixoloji durumları biraz fərqli olur, düşük olur. Yəni onlara nə kimi yardımlar göstərilir? Məsələn, necə başlayır bu prosedur? Necə həyata keçirilir? Biz orada təlimlər keçirir. Kimin istəyinə uyğun olaraq bölünür və bacarığı da önəmli olur. Bizdə məsələn rəssamlıq təlimi var, idman sahəsi var, keramika, muncuq, oymaçılıq, müxtəlif 14 fəaliyyət istiqamətimiz var və onlar seçirlər birinci, biz imtahanla götürürük. Sonra başlayırıq dərslərə. Benefisiarın özünə olaraq fərdi plan qururuq və ümumi proqramımız da var. Amma bu hər benefisiara olaraq fərdi dəyişir. Və sonra isə onlara psixoloji dəstək mütləq şəkildə olur. Yəni bu çox önəmlidir. Bu iş paralel gedəndə də nəticə çox gözəl nəticə görünür. Sərgilərdə artıq iş prosesində biz onu hiss eləyə bilirik. Durum dəyişir, daha çox rahatçılıq, özgüvən və özünə inam artır. Və artıq o da digərinə bir stimul, bir motivasiya mənbəyi olur. O da öz uğurundan danışır, digərinə nümunə olur. Çox yaxşı. Çünki mənim sizə verəcəyim suallar demək olar zəncirvari bir-birinə bağlıdır. Demək olar siz digərində cavablandırdınız ki, bu məsələn öz yaradıcılıqlarını nümayiş etdirmək və mədəniyyət sahələrində çıxış əldə etmək istəyən həssas qrupa aid olan rəssam, sənətçi, qadın və yaxud uşaq olsa belə hansı çətinliklərlə qarşılaşırsınız? Artıq buna demək olar ki, bir giriş verdiniz ki, onlara psixoloji dəstəyin önəmini danışdınız ki, deməli hər şey başlayanda çətin olsa da daha sonra uğurlu olur. Çox dəyişiklik olur. Yəni onlar bizdə 1 illik təlimlərə görə dəyişir müddət. 1 il sonra, 6 ay sonra biz onların nəticələrinə baxırıq və
çox böyük fərqlər olur. O gəldiyi andan 3 ay ərzində, 6 ay, 9 və 12 ay ərzində bizdə fərdi plana görə inkişaf ölçülür, meyarlara görə dəyərləndirir. Çox böyük nəticələr olur təbii ki. O da hər iki istiqamətdə, həm eyni zamanda beyin işləyir, əl işləyir, yaradır. O boş vaxtını düzgün dəyərləndirir. Digər boş vaxtında o mənfi düşünə bilərdisə, neqativə köklənə bilərdisə, ruhdan da düşə bilərdi. O vaxtı yaradıcılığa həsr eləyəndə o daha çox ilhamlanır və özünü dəyərli hiss edir. İnsanın ən böyük, ümumiyyətlə deyərdim ki, birinci növbədə özünə dəyəri var. Özünə dəyər baxışı ilə ölçülür. İnsan özünün nəyəsə yararlı olduğunu görəndə avtomatik olaraq dəyərli, özgüvən artır və bu da əsas insanlar üçün daha çox vacibdir. Bəli. Yəni mən də nələrsə nail ola bilirəm, qazana bilirəm. Çox gözəl danışdınız, izah elədiniz. Anar bəy, yenə də incəsənət sahəsində, sənət sahəsindən bir sualım olacaq. Sizin yaradıcılığınızda təbii ki biz bilirik, amma yenə də istərdik danışasınız ki, bəlkə Meksika incəsənətindən sizin yaradıcılığınızda hansı elementlər var? Sırf xüsusiləşdirib Frida Kahlo demək istəməzdim, çünki bu fərdidir. Lakin Meksika elementləri siz özünüzdə qeyd elədiniz ki, Mayadan gəlir, freskalar, monumentalist rəssamlar, muralistlər və s. Bəlkə siz də hansısa bir dövr, yaradıcılığınızın bir dövründə ilham almısınız bu Meksika incəsənətindən, yaradıcılığından? Mən deyərdim ki, mən sıx öz yaradıcılığımda hiss eləmirəm. Bəlkə də var, kimlərsə hiss eləyə bilər. Özüm duymuram bunu, amma Meksika, məsələn tutaq ki, çox məşhur rəssam var, Rufino Tamayo. Məsələn, onun yaradıcılığı Azərbaycan rəssamlığına, ümumiyyətlə Azərbaycan rəssamlığına təsir edib adasa. Çünki Sovet dönəmində Meksika və Azərbaycan rəssamları, belə deyək də, ümumiyyətlə Sovet rəssamları arasında bir körpü var idi, əlaqə var idi. Bizim rəssamlar ora gedirdi. Oranın rəssamları tutaq ki, Sovet hökumətinə gəlirdilər. Çünki kommunist ideyalarına görə bu düşüncədə olan insanlar mübadilə aparmalıydılar. Yəqin ki, o baxmışdan təsir edib Azərbaycan incəsənətinə. Amma şəxsən mənə təsir eləməyib və tutaq ki, mənim formalaşdığım vaxtda informasiya daha çox olsaydı, məsələn, Maya freskoları mənə indi daha çox təsir eləyir. Sadəcə tutaq ki, 20 il bundan qabaq internet belə əlçatan deyildi. Dünyaya çıxış bu qədərdir. Yəni, hər halda, yəni, belə el dilində desək, Meksika dünyanın o birisi başıdır. Mən belə öz yaradıcılığımın tam təsirini hiss eləmirəm. Çox gözəl. Lakin ümumilikdə təbii ki, mədəniyyətlər arası hər zaman bir körpü var. Ola bilər sizin əsərlərinizdə deyil, lakin sizin də qeyd etdiyiniz kimi başqa Azərbaycan rəssamlarının ümumiyyətlə belə bir şey var. İncəsənətdə ki, iki cür təsirlənmək olur. Sözsüz ki, yəni artıq belə deyək də 100 ildən çoxdur ki, informasiya daha tez yayılır və Azərbaycan rəssamları da Meksika rəssamlarının işlərini görürlər. Meksika rəssamları da tanışdı Azərbaycan rəssamları ilə. Bir də var nəsə mistik paylaşım. Yox, o informasiya sanki havada olur. Tutaq ki, eyni vaxtda, məsələn, 1000 illər bundan qabaq kontinentlər arasında əlaqə olmayanda hamısı, bütün insanlar qabları eyni formada yaradıblar. Və ya tutaq ki, hansısa bir dövrdə, məsəl üçün də, məsələn, Səttar Bəhlulzadə birdən-birə Azərbaycanda başlayıb impressionist rəssamlar kimi işləməyə. O dalğalar havadadır və kimin yaradıcı insanın da beynini elə ki, başının üzərində antena var. Onu tutur və bir-birləri ilə görüşməsələr belə oxşarlıqlar ola bilər. Çox gözəl. Elə bəlkə də bu sualın ardınca sizə olan sonuncu sualımı da verərdim. Buyurun. Çünki birbaşa bağlı. Çünki siz elə davam elətdiniz ki, gələcəkdə bəlkə hansı mədəni və sənət layihələrində bu ölkənin, iki ölkənin əməkdaşlığını görmək istərdiniz məsələn. Hansılar sizcə sənətdə, rəssamlıqda daha uyğun olardı? Nə kimi düşüncələriniz var? Ümumiyyətlə, sənət körpüsü rəssamlıqda simpoziumlar üzərindən yaranır, biennallər üzərindən yaranır, sərgilər üzərindən yaranır. Yəni, başqa dövlətlərdə də çox belə olub. Bizi dəvət edirlər, ya Azərbaycan başqa rəssamları dəvət edir. Sözsüz gələcəkdə çox gözəl olardı ki, Azərbaycan və Meksika rəssamları
bir yerdə ya Azərbaycanda, ya Meksikada adətən belə olur. Yaxşı olar ki, hər iki dövlətdə bir 10 günlük, 15 günlük simpozium keçirsinlər. Mənə elə gəlir ki, elə də biz yaradıcılıq paralelləri çox tapacağıq. Çünki bayaq dediyim kimi, yəni məsələn Meksika xalqı da qəhrəmanlıq necə deyim, nümunəsidir. Azərbaycan da qürurlu qəhrəman bir xalqdır və bu yəni ki, paralelləri mən çox istərdim ki, yəni ki özüm görüm o prosesdə. Ayşə xanım, siz də yəqin ki... Mən də Anar bəyin fikirləri ilə razıyam. Yəni mütləq mübadilə olmalıdır, layihələr olmalıdır. Həm simpoziumlar çox gözəl nəticələr göstərir. Yəni bu həm fikir mübadiləsidir, həm tanışlıqlardır, yaradıcılıq tanışlığıdır. Prosesləri biz izləyirik, onların yaradıcılıq prosesinə. Yəni bu çox önəmlidir. Bərabər bir körpü yaratmaq üçün. Yəni nəticədə də sərgi ilə yəni gözəl bir nəticə görə bilirik. İnşallah ki, təbii ki, gələcəkdə belə ola bilər və yəni bununla bağlı hər zaman işlər aparılır və sərgilər keçirilir. Azərbaycanlı və Meksikalı rəssamların məsafələr nə qədər uzaq olsa da, lakin sizin də qeyd etdiyiniz kimi yaradıcı insanların ilham mənbələri bəzən təbiət, bəzən qəhrəmanlıq dastanları və digər səbəblər ola bilər ki, və bu da daha sonra iki xalqı daha da yaxından birləşdirir. Mən demək istərdim son fikirlərimizi ki, siz çox gözəl qeyd elədiniz körpü, mədəniyyətin körpü rolu oynamasını, lakin bundan əlavə bəlkə siz hər hansısa həyatınızın hər hansısa bir hissəsində mən Ayşə xanıma həssas qruplar baxımından verə bilərəm bu sualı ki, Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzində və yaxud Anar bəy sizin şəxsi təcrübənizdə belə uğur hekayəsi mi deyim və yaxud çətinliklərə sinə gəlmək, bəlkə elə bu qəhrəmanın biri bəlkə də siz özünüzsünüz. Onunla bağlı danışıb söhbətimizi yekunlaşdırmaq istərdim ki, bu mövzuda uğur hekayəsi, çətinliklərə sinə gələrək təcrübələrinizi bölüşə bilərsiniz. Bəlkə siz də şəxsi təcrübəniz, bəlkə də benefisiarların həyatından danışmaq istərsiniz. Bəlkə necə sizə Benefisiarların həyatından bəli, yəni çox dəyişikliklər olur. Ümumiyyətlə Frida Kahlo'nun özü də həyatı çox maraqlı, çox çətinliklərlə dolu bir güclü qadın obrazı rəmzidir. Bizdə isə mən belə ümumi baxanda görürəm ki, çox dəyişikliklər olur. Xanımların həyatına toxunuruq. Bu özgüvəndir, bu yaradıcılıqdır, bu maliyyə dəstəyidir. Onlar sonra o yaratdığı əl işləri, sənətkarlıq işlərindən sonra qazanıb öz maddi durumunu yaxşılaşdıra bilirlər. Yəni bu özü bir qəhrəmanlıqdır. Yenə deyirəm, əlillik qüsur deyil və onu fiziki məhdudiyyətli insanın başa düşüb və nəticələri görmək özü bir qəhrəmanlıqdır. Anar bəy, siz belə razısınız? Çox tam razıyam. Ümumiyyətlə Aysel xanım bu sahədə yəni illərdir işləyir və daha çox müşahidələri var. Mən nə deyərdim? Bayaq Aysel xanım bir gözəl bir söz dedi ki, yəni hər bir insanda məhdudiyyət var və məhdudiyyət beyindədir. Düşünürəm ki, fərqi yoxdur. İnsan kimdir, hansı məhdudiyyətləri var. Yaxşı olar ki, insan öz müsbətini, mənfilərini müsbətə çevirə bilsin. Allah ədalətlidir. Biz hamımız bərabər yaranmışıq və bizə qıraqdan hərdən baxanda düşünürük ki, biz bərabər deyilik. Biri düşünür ki, daha imkanlıdır, biri daha kasıbdır, birinin daha çox imkanları var. Biz öz üstünlüklərimizi görəndə güclü oluruq. Və hər bir insanın məhdudiyyəti var və hər bir insanın qapıları var. Allah hamıya qapı açır. O qapıları açıb düzgün istifadə edəndə insan öz-özünün qəhrəmanına çevrilir. Lazım deyil ki, kiməsə sübut eləyəsən ki, mən bunu bacarıram. İnsan öz-özünə sübut eləməlidir. İnsanın rəqibi də özüdür, qəhrəmanı da özüdür. Və düşünürəm ki, insan öz həyatını yaşayanda, özü ilə səmimi olanda və Allahın ona verilmiş bu həyatı düzgün istifadə edəndə və öz missiyasını başa düşəndə artıq o özünün qəhrəmanıdır. Özünü artıq qəhrəman kimi görürsə,
nə vaxtsa cəmiyyət də onu görəcək. Çox gözəl. Görməsə də nə olsun ki, əsas həyat dəyərli olsun. Çox təşəkkür edirəm. Buyurun. Çox həqiqətən də çox fərqli, lakin çox dəyərli fikirlərinizi paylaşdınız bizimlə. Mən deməzdim fərqli fikirlər, yaradıcı insanların fikirləri. Əslində fərq görmürəm mən də. Fərq görmədim, lakin sahələrinizin bəlkə yaradıcılığınızda bəlkə təsvir baxımından fərqli ola bilər, lakin ideya, fikirlərinizi ötürməyiniz Məncə biz bir ideyadan çıxırıq. Məncə də. Çox gözəl söhbətimiz oldu. Həqiqətən də çox ilham verici, həssas, dərin hisslərə, məqamlara toxunan bir söhbət keçirdik sizin sayənizdə. İncəsənət vasitəsilə Frida Kahlo kimi qadınlar, əlil fiziki məhdudiyyətləri olan rəssamlar, maneələri aşan hər bir yaradıcı kəs bizə xatırladır ki, dəyişiklik həm də yaradıcılığın ifadə vasitəsindən, inklüzivlikdən də elə başlayır. Anar bəy də elə dedi ki, yəni hər şey insanın özünün əlindədir, bizdən başlayır. Mən söhbətimizin sonunda Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin direktoru xanım Elnarə Ənsariyə minnətdarlığımızı bildirmək istəyirəm. Onun dəyərli kollektivinə, həssas qruplarla incəsənət sahəsində gördüyü təqdirəlayiq işlərə, həmçinin səfirliyimizlə əməkdaşlığına görə öz adımızdan xanım səfir Viktoriya Romero'nun adından təşəkkürümüzü bildiririk. Eyni zamanda bu mədəni köprünü qurmaq fürsətini bizim üçün yaratdığı üçün Meksikanın Azərbaycandakı səfiri Viktoriya xanım Romero'ya da bir daha dərin təşəkkürümüzü bildiririk. Dinləyən, izləyən hər kəs bizə qoşulduğu üçün minnətdarıq. Ümid edirik ki, bu hekayələr daha çox qadına sənət vasitəsilə, mən deyərdim, dəyişməyə ilham verəcək. Onlar da vaz keçməyəcəklər, daim irəli getməyə çalışacaqlar. Hər şey başlayandan sonra Aysə xanım demiş, daha asan olur. Dəyişməyə, ilhamlandırmağa davam edəcəyik. Növbəti podkast buraxılışımızda görüşənədək təşəkkür edirik. Sağ olun. Sağ olun. Çox sağ olun.